Herkese selamlar. Mountain Blade Warband natif serisinin 3. bölümünden karşınızdayız. Keçən bölümdə gördük ki, Dram qalasını fəth elədik və burada 16-17 əsgər yığdıq. Buradan ələ keçirilmiş hər şeyi satdıq. Həmin ələ keçirilmiş qənimətlərin içindən qalxan var idi. Dirəncidə hız 90, direnci 13 idi. Bunu özümüzə götürdük və qalanını da satdıq. 4000 qız əldə elədik və artıq yaxınlıqdakı, məsələn üçün bu kəndi yağmalamaq istəyirik. Lakin bundan əvvəldən gəlib məsələn Tevadradan əsgər ala bilərik. Artıq Tevadradan da əsgər alaq. Bu bir-iki kənddən əsgər aldıqdan sonra Tasmisiyadan kimi yerlərdən əsgər alaq. Ordularımızı gücləndirək və düşmən üstünə yağma səfərlərinə çıxaq. Dramuk qalasının hələ ki mühasirə xəbəri gəlməyib. Gələn kimi o qalaya doğru hərəkət edəcəm. Hükümdarın kralını qəbul etdikcə döyüşü Dramuk qalasına da. Dramuk qalasını bizə vermədi və onu Kontinentora verdi. Kontinentor həqiqətən nə qaydı bilmirəm. Hükümdarın qərarını qəbul edək. Almeydən əsgər aldıq məncə Almeydən əsgər. Buradan bu qalayı vursa da asad olmasa da verəcəm. Çünki o qalanı mən almışdım və o qala uğrunda mənim haqqım daha böyük idi. 60 nəfər ordu yığdıq. Milis eləyək, azimləri yay eləyək və bu ordularla gəlib buradan onu vura bilərik. Onu yaxın. Svadiyadan Kontragos, Rodok'dan əsir alındı. Bu qalanı aparıb ona nə tələb edir mən bilmirəm ya. Yağmalıyın, dağıdın. Bu Dramukla mühasirə alın. Gələn Dramuk, haqq edirsiniz. İlk onda satılacaq şeylər alaq. Bunlar artıq ərzaq, qurutulmuş ətlər, balıqlar, taxıl, sosis, bunlar bir dənə də bu da zeytin var. Zeytin ala bilmirik artıq. Dramuk mühasirə var. Yer deyəsəm. Dramuk əlimi də bırak söyləyəm. Yandan da keçib Dihilmə doğru ordumdan hərəkət edəcəm. Gelin nə qarşı çıxardım. Ora mənim haqqımda götürüb başqasına verəcəz. Baxın, konsultanlar belə Dihilmə gəlin, niyəsidir. Ərzaq tüccarına mən 620 manat tapdıq. 678 oldu. Buna versək 1144. İplik boyaları bunu versək 2047. Buna da verək boyalar. Ekmek alaq. Başqa 870 nə olsun ver. Zirehdə nə qədərdir? Zirehdə də bunları satsam 115 də buradan gəl. Zireh tüccana baxacam buranın. Kılıç kaos bu 96 dinardı buna. Bu verməyə dəyərmi? Şemşir neçədir? Şemşir kılıcdan gəlir şemşir. Neçə nə qədər? 199 al bunu. İndi Nağaraq. Vayaqdan bir dənə köyünü yağmalamağı başardıq. 5000 dinar da qızılımız var. Biraz əşya toplayaq. Gedək bir meydan müharibəsi edək. Vayaq lordlarından. Ameriyi üstünə hücumdadılar. Kral Yaroglek gəlib özdə. Ya bizim Raymon'un kastı dedim videoda oyundan artdı, çıxdı getdi. 273 əsgərin, 123 əsgərin onların 273 əsgərinə qarşı Yaroglek Amerika köyünə yağmalamaya gəlib. Lakin biz onların qarşısına qarşıyıq. İnşallah deyirəm. Sualə məni takip edin. Takip edin. Yox, meydan yerində onları qarşılamağa dəyməz. Üzən ərazidə gözləyək. Çünki təpiyə doğru çıxsaq hər şey onların tərəfinə olacaq. Ən gözdən. Düz əraziyə düşsünlər. Hamısına hücum verəcəm və gəlirlər. Gəlin. Düz əraziyə düşsünlər. Hücum. Hamısına hücum. Ya Allah, bismillah. Bu ya silah ilə silah gəlmir. Çox kralın ordusuna qabaqlaşmışıq deyin. Ürəkli bir şey. Çiftçilər ölsün. Yaroqli xanı.
Yaroblik. Yaroblik. Hadi geldi ve Yaroblik'e bak sen. Yaroblik hakikaten. Ana ya gel. Ya silah. İstediği yemeyiz. Bu yak askerimiz özel olur. Geride kalanları temizlemeye çalışar. Geride kalanları temizlemeye çalışır. Bir yana üstümüzde hücum çəksə belə bizim süvarilərimiz dayandıracaq gücədir. Tabii yanda at getdi. Aradan çıx. Aradan çıx. Sən boyda vurduğum əsgər. Şövalyelerimiz çox qəşəng şəkildə vuruşur. Yuxarıdan gələnlər varmı? Bizimkiler nə qədər artıq məhv etdi? 47, 49, 50 nəfər məhv etdilerindən. Onların da qaldı 273 idiysə, hələ 223 əsgərləri qalıb. Bizimkiler vurmağa davam edir. Bizə də əlavə dəstək süvari qüvvələr də gəldi. Vurun. Bayağı qüvvələrini darmadağın etməyə davam edirik və dəstək qüvvələrimiz də artıq çatıb. 7 dənə dəstək süvari yolladılar. Çox sağ olsunlar. Bizimkiler dağıdır da. 77 80'e doğru gedirik. 79 80. 86'na doğru 86'sını artıq məhv eləmişik. Yəni 100-dən indirdik artıq əsgər saylarını. Sadəcə ortalıqda dolanmağa deyil. Artıq çünki bu ailələrimiz, yəni bunlara bu qədər pulumuz yanına nəyə verir, özləri həll edir. Yarın belki məhv edirəm. Artıq Sultan Hakim kimi qoyub getmirəm. Sultan Hakim axıra canım çox az qaldığı üçün rahat bir şəkildə hakim çıxıb gedə bildi. Bu süvarilərimiz burada düşməni qıstıra biləcəkmi? Ya Allah. Kənddə vuruşmağa daha çox çalışıyorum. Çünki əmdə atlı olur və qarşı tərəf nə qədər olursa olsun hamısı piyada olduğu üçün rahat şəkildə vuruşa bilirəm. Əlbəttə ki, dediyim kimi ikisiz müharibə heç vaxt olmur. Bir 2 verin olar 5-2 verir. 5'ini öldürəndə gəlir o bax. Bir şeylə tutuldum. Gəl. Böyle bir gəl. Getdi bunlar. Nədən qaldı, nə qədər düşmüş? 145 7, 152 nəfər artıq darmadağın eləmiş bunlardan. 173 nəfər idilər. 100'dən az qaldı. Yəni 100'ə çatır artıq ölü sayları. 150, 123 qaldı artıq. Son qüvvələrdir burada və bitdi. İlk dalğayı dağıtdıq. 153, 7, 162 nəfəri məhv eləmişik. 3 ölü 1 yararı vermişik. Düşmənə 160 əsgərini məhv eləmişik. 83 əsgər onların 113 əsgərinə qarşı savaşmaya hazır deyil. Dayanın. Burada durun. Heç tərpənməyin. Aşağı düşən kimi özümüz hücum edəcəyik. Burada durun. Piyadalar da əmin burada durmaqda. Piyadalar dayanın. Düşmən görünkən kimi hücum edəcəyik. Piyadalar dayanın. Və gəlməyə başladılar belə. Hücum. Belə çıxıb sakit bir yerdən müharibə edəcəyəm. Belə. Ayrıca burada durub möhtəşəm müharibə izləyəcəm. Mən məsələn Rusiyada vura bilir, lakin az deyin girmirəm. Bunu dedim ki araya düşmeyeyim. Bu araya düştümsə ben geleceğim. Bütün qüvvələr vursun da onda. Haydi al. Nə qədər qaldı məndə? 2% qalıb. Bayağı yayasını akademiya çıxart. Milis yaya ilə. Gəl sən aç. Qaçma. Ara gelirsən mən də Sən telif adresa proqramda gəl. Canımın yığılmanı da gözlə. 6% var. Biraz da gözlə, biraz canımda olsun. Özüm sənə xüsusi məşğul olacağım. Hələ ki yoxdur. Məni apar yanıma gəl. Saxla mənə gələcəm. Nə qədər canım oldu məndə? 9%.
Daha girirəm. Və nə, getmə, gir ona. Gir də nə ilə qorxsan, yaradan və qurbanım. Oy, ay ben Konstantin size birkaç tavsiyede söylüyorum. Den. Bizim canımız da olsaydı özümüz rahatça gedib məhv edib 2 dəqiqə çıxardıq da. Bunu tutub vuracağım, heç çarəsi yoxdur. Yararlı gün qaça bilməyəcək. Bazı şeylər əlimdə gedir. Tutuşdular ha. 30% canımız yığıldı. Milislərimiz yay olsun, kremlərimiz atlı olsun, yayalarımız zehirli suvar olsun. Yəni indi buraya. Yaraqlayıq sən əlivə düşmədinmi? 32 nəfər təkcə bizdən gelir, 43 nəfər də müttəfiqlərdən gelir. Məncə cəmi 89 əsgər var. Pis yerdən də durmuyorlar. Çox qəşəngən mənim üzərimdə durdular. Gəlin. Orada durup mevzi alsalar yandı Allah'a. Bizim sualya girsin. Ne kadar sual girdi Allah. Bu vaxtda girdiye düşmənə. Ya Allah. Allah. Bana məhv Vurun düşmənə, vurun yiğitlərim, vurun. Məhv edin. Hakikaten bizim süvariler darmadağın elədi bunları. Ancaq süvariya şövalyələrini işitdilər. Qabağa doğru gedib düşmənlər və qüvvələr gəlsə də indidən düşmənin 43 əsgərini dağıtdı, 40 əsgər qadı və düşmən 50 nəfərini dağıtdığı yargılı. Sadəcə oturub baxmaq lazımdır bu gözəl müharibəyə. Nereye doğru sıkları? Ben gözə çatım. Anay. Öləcəm görəm. Düşmədi. Az qab. Gitmiş. Hələ bir də su yolundan nasıl böyük. Altımızı bir də şahı qaldıraq. Ne olur bize? Yalnız bir tane yaralımız var. Orada yalnız bir askerin 183 askerin bunu öyle. Hamımıza burada tüm önemli versen durarsınız. Özüm gelin abi. Yalnız zorunda burada. Sen harcayasın ayıp. Güzel ya. Şimdi bu. Hapsi tam var yani. Ama nasıl şeyler geliyor falan. Oo, atak seslendi. Bir parmağım vuracağım gel tutabilsem. Yerden mırtı bir senin 15 dalda kalsa özüm gel vurarım. O da bundan da şov edebilir. Yarokli kəsr alabildik mi, ala bilmədik desəm bunlar lazım deyil. Yarokli qaçdı, lakin əsgərlərimiz möhtəşəm bir şəkildə təcrübələrini alır. Milislər yayı olur, bu belə də belədir. Buradan yəni bu kəndi axınca buradan yağmaladır. Dramuk qalası yenidən keçdik. Burada da qaçaqlar var. Bu Amerikanın əsgər alaraq Amerikanın axınca xilas elədik və bir buraları kəsərdik. Deyirlər ki da bu qalanı bayaq bana vermədi. Həqiqətən çox adam biraz zad oldu da. O belə gəlsən buranı fəth edələ. Sən buranı heç nə verməsin. 7 milis, 2 zirehli süvari, 1 vayı qrafqısı, 3 dənə yaya. Belə deyəcəm, bu kəndi yox. Bu kəndin yanındakı buranı da vurmuşam. Bu Karindiyi gəlib vuracam. Karindiyi vurub çünki oraya ərzaq lazımdır. Plus ki pul lazımdır, dinar lazımdır. Hər də bir işlətmə aça bilməmişik. 5000 qızın üstə qalmışıq. Bəlkə yayından qıraqda özüm bir-iki dənə tez köyü yağmalayayım və ən azından bir dənə işlətmə açsın və yağmaladıq. O çata yağmaladıq. Fikir verdiniz ekrana. O çata gördüyünüz ki yağmaladıq. Bundan bir-iki dənə əsas və əsas alına biləcəkləri alaq. Envanter hələ də indi və gələm. Sən mənə yazırsan, tamam. Sən hansı gününü və məni teyləyirsən? Gəl. Sən gəl. Girdim ha ondan kimi. Girmədi də. Gəl. Oy,
Girdi ona, girdi. O da geldi. 112 əsgərlər var. İçəri biçərik. Kraliyolog qilibin 283 əsgərin pişmiş adam. Bunu da biçərik. Ona nə bildim girməyəcək. Yaxşı yazıda göstərmədiyin. Rahat idim. Atlar da var. Bizim də sipahilərimiz var. Yiğit şövalyelərimiz var. Gel. Birinci bu getməliydi. Bağıma çıxaram. Biraz da duracağım. Ancaq mən piyadalar işləyəcəm. Siz süvariləri dağıtmağa davam edin. Yəni ki piyadalardır. Bir. Olmadı ki. İki. Bir vurdum. Tamam. Bu bölməli. Bu müharibədən çəkilmək istəyim var. Çünki bəlkə çəkim verir. Hamısını burada kəsib gedirəm. Lakin atlılar həqiqətən dəhşət dərəcədə çox atlı verir onu düşmənə. Aslında qalanında necə də hoppanırsan ki. Yedi üstündə yeşil yaprak. Ölün də bir dəfə də bu mağnatüs uzuram. Bu 100 faiz ölecek bak. Bize ne bak. Ana bir adam tapım. Masajına bak. Yedi üstünde. Bakma. Sıkma ha. Yoldan geldi. Bütün iskelemiz çok rahat ve bir danışamadım biraz. Bize şövalye heç olmasın. Yani yadalar ile de vacip değil. Bir dəfə vurana sonra fikir verdinizsə, ölmək bilmirlər. 140 min nəfərini məhv etdik düşmən ilə meydandaca. Bugün həqiqətən də 2 böyük meydan müharibəsi verdik. Gel. Bu da böylece yetti. Bitti. Nerede? 173 ölü 9 tane yani 182 nəfər darmadağın etdik. Bir ölü bir yarada bizden var. Son dəfə 67 30 gələcəklər. Gəl. Artıq bütün ordumuz verdi bizə. Bütün yəni dışarıda 62 nəfərin hamısı verildi bizə müharibədə. Düşməndə 30 əsgər var. Yəni ki 2 dənə ya da 1 dənə atlılar. Qanunları piyadadır. Hamısı piyadadır. Üstünde yeşil yapraklar. Tehdit alırım bak. Gaz da kanına ise gelir. Üstünde yeşil yaprak. Eğer ölmüyor bana 19 hasara bak. Şöyle özel burada. Bir de kınışım istifade edeceğim. Gel. Kınış daha yaxşı. Bu biraz uzun diyeyim. Mesela bak. Üstünde yeşil yaprak. Biraz önderli silah yani düzelseydi rahat yapabilirdik değil mi? Yani atımız aşağı kaldıran silahlarımızı tasdik ederek düşman bugün en azından 400 əskerini darmadağın etdi. İkisi de karşıda 2 tane zirehli suvari alıq əsir arasından. Yayalar alıq, avcılar alıq, arbaletçiyi alıq, piyadan alıq, eləcə də mili salıb 80 nəfərlik bir ordu qururuq. Paslavaya qırmasıyası. Bunları satamırıq və buradan möhtəşəm qələbə qazanaraq Dramuku yenidən geri almaq məqsədindən hərəkətə keçirəm. Bunlarla da burada ordumuzu gelişdirək. Şövalyelər, atlı, vayaqır atlısı, yayalar. Yayalarda zırhlı süvarilər. İndi əlimizdə süvariyə zırhlı süvarisi 9 dənə. Vayaqır şövalyəsi bu qədər, vayaqır atlısı bu qədər. Bu ilk öncə qabaqdan atlılarla girəcəyik. Dramuk fəth edilir. Dramuk mühasirə başladı və Dramuk üstünə ikinci dəfə ordularımızdan hücuma keçirib. Bu dəfə də inşallah qalanın fəthi bizə nəsib olar. Bu dəfə də haradan süpürüyü verməsə artıq nə bilim mən qalxanlarla müdafiə edilə çıxacaq. Çıxın.
Biri sürtmeye yeşil yaprak. Buna işlə vuruşacağım böyle. Bizimkiler çıxsın qabaqdan. Bəlkə də ən qabaqda özüm çıxdım. Komandir əsgərin qabağında çıxır. Heh. Çıxın. Ya Allah. Oy. Ya Allah. Ya Allah. Arkaya keçen var da. Ya Allah. Şarjım yoksa vuracak. Düş. Atış. Ay dünyada arada kaldım ya. Vuruşun da bizim kendine bir şöyle var. Belə mühasirənin için nazarım olsun. Ne kadar canım var? 11 canım var. Yani bunları sataq yeniden gələk. Həm də yol üstü biraz əskər yığar. Tada meşköyündən gələk yığar. Tam mazğınca belirləri. Sonra buradan alaq. Karharus Wincourt'u Kont Mirçada verildi. Paranı. Buranı biz onu fəth eləmişdik də. Qalifiyadan alıb bizə fəth eləmiş. Buradan da Dihlimin bu Emil'in köyündən də ordumuzu alaq. Nə qədər əskər oldu bizə? 90 nəfər. Gələk indi bura. Bazar, ərzaq deyək. Bunları sataq. Tak. Burada 0 dinar var ya. Aslında hamısını bıraxaq bura. CTR X-dan gələn pulu promil bırax da bir də əziyyət çəkməyək. Oradan oraya get. Yalnız ərzaq qaldı. Olsun nə qədər idi? 2750, 3000. 1, 2, 3. 7000 dinar oldu. Dramuk'a doğru yeniden hərəkətə keçəcəm. Yəni buranı bugün nə qədər əskər oldu burada? 34-57. Daha bilərik əslində. Yəni ordama geniş geliştirim. Dramuk üstüne pis gəldim. 16 milis. 2 keskin nişancı, 2 zırhlı süvari, 1 atlı, bir anda şövalye. Dramuk'a bu dəfə əskərlərimi qoyacağım qabaqdan çıxsın, mən niyə çıxıram? Əskərlər çıxsın, sonra çıxıb rahat şəkildə vuracaq arxadan. 9 süvari, 4 oxçu, 6 dənə də nə verdi? Piyada verdi. İndi belə bir fikir var. Piyada, bunlar gəlin. Oxçular, siz burada durun da yaxın durun. Yanına da özünüz kimi hücuma çıxın. Çıxın. Bunlar əngəldən mi gəlir? Oxçular əngəldən gəlir və bütün sipahilərimiz və sivadiyalarımız hər tərəfdən çıxın. Gütlərə bax, hər tərəfdən gəlirlər, bərəkallah. Vura çıxırlar, ona bax belə, yara çıxırlar. Oxlayın əskərlər, bizimkilər. Burada durun, burada gəlin. Sən burada durun da, burada çox açıqlıqda durun. Dur, değişin. Cümlədən o sərdarı yarsaydı bizə çıxardıq. Çıxın. Onun sazı əskər və sivaliya şövalyelərimiz bir məhsul olur. Şövalye təsəvvür burada içkiyəmiz onsuz olacaqdır. Çox pis divarlardır və orada düşmən hər tərəfdən vurur. Yəni çıxsaydı daha. Orada 100 dəfə dolar olmaz deyil. Cəbdənə araya açıb çıxdalar. Hücum. Çıxırlar. Allah. Bura niye durmuyor bu? Çıkın. Hani orada durup vururlar ya bizi her taraftan. Çıkın lan ha. Yok vururdun hepsi yok. Doktor geçse Türkiye rahat kalır. Boş kalırlar. Lan çıkın. Ne de burada bunlar kız səhkim var, bir də ölüm döyüşlərəkşən. Yine bizimkə çıxanmadı da deyirəm bura. Çıxın. İyi belə, 20 ölü verir ya. Çıxın. Üstünde yeşil yaprak. Vurun. Hatta
səhv qüvvələr gəldi. Bunları rahat şəkildə vurar. Heç gözünün qorxusu belə yoxdur. Bütün çıxışlar həqiqətən çox tükü verir. Bizimkiler orada çox sıxışdılar. Dəstəkar oyuncuları çox verdi. Çox sıxışdı orada. Sonda bunlar qaldı. 20.9-10 yaralı verdi ya. Ay evet. Bizimkiler ya zor çıxsın da onun başında da var. Yani çıxın burun siz. Mən də aşağıda qalan var bunlara baxın. Şu oynamızın orada deşik edəcək orada. Burada da hücum edenler masa çıksınlar. Bitti. 106 ölü, 107 yara da verdi. O bütün da aldı. 107 ölü. Var mı genel var mı? Yoktu. 20 ölü 9 yaralı. Yani ki yalan yere verdik de 20 ölü 9 yaralı. Bine yatı çökmüş bine çıktı. Bine çapını aldı. Manevra dostlar. Şimdi. Tamam kumana ver. Buraya. Asker yığmazdan əvvəl əskerləri biraz geliştireyim. 5 yaya. 3 tane bu. Bir tane bu. Vaya graflı şövalye. 3 tane buradan şövalye verək. Şimdi gel bura. Buradan bak bunları ver. Vaya şövalyem qalsın. Atlısını ver vaya qıran. Yayayı ver. Avcı ver. Arbaletçi. Nişancı. Milis. Piyada. Arbaletçi ver. Şəhərdə 32 nəfər qüvvə yığdım, 32 də məndə qaldı. Buranı da aldıq, 2 müharibədə vurduq. Bir də kənd yağmalayaq. Buraları aldıq. Bu bölümün də burada sonuna gələk. Kanalımıza like atıb abunə olmağı unutmayın. 4-cü bölümdə görüşənə qədər sağ olun, salamat qalın.